Siz də cavab verdiniz ki, namaz qılın İslamla bağlı. Tutaq ki, bir insan mənə elə gəlir ki, daha doğru yoldalar da bu nə İslama dəxli var, nə bir başqa şeyə. Sizin dediyiniz bu gözəl bir formada əqlini, əqidəsini, içini, ruhunu, damarından axan qanını, beynini, təfəkkürünü, düşüncəsini sizin, bax bu gözəl, mən deyirəm bir həftədə ayırmışam, bu cür təmizləyəndən sonra Allahın dərgahına məqsədsiz, ay Allah namaz qılama filan şey ver, yox ha. Məqsədsiz bir formada Allaha canı gönüldən, ürəkdən sevgi olaraq namaz qılıb və sizin dediyiniz ki, Allahım bağışla mənə, Allahım, bu məncə ən ali bir şey olar. Yoxsa səhv mi düşünürəm, bilmirəm. Namaz, yenə deyirəm, mən namaz qılanların namaz qılmasına şək gətirmirəm. Qətiyyən. Mən namaz əhli deyiləm, deyirəm. Şuuru Allah bölür insanı. Bu haqda Quranda heç bir anlayış yoxdur. Quran deyir ki, ya Rəsulum, səndən ruhun mahiyyəti və keyfiyyəti haqda sorsalar de. Ruh Allahın əmrindədir. Allahın əmri ilə yaradılmışdır. Bu barədə sizə cüzi bilgi verilmişdir. Quran əhli ruh nədir bilmir. Eləmi? Cüzi bilgi ilə ruhu tanımaq olar, Dilşad? Yox. Ay sağ ol. Deməli, o kəslər ki, bu Qurana və ondan öncə gələn Tevrat, Zəbur, İncilə iman gətirir, bu da Qurani cümlədir. Məhz onlar Rəbbi tərəfindən göstərilmiş doğru yoldadırlar. Tevrat köhnə qanundur. Zəbur incə sənətə məxsusdur, kitabın içi təmiz mahnılarda oxuyurlar, o müəyyən millətlər var, görürsən, eləcə oxuyurlar. Onlar Zəburu, yalnız Zəburu qəbul ediblər. İnsanlar da var ki, Tevratla, köhnə qanunla bir-birinə ağır sözlər, ağır hərəkətlər, bu da köhnə qanunda silinirlər, yəni çıxır bu şeydən. Qalır İncillə Quran. Quran nə deyir? Quran. Bu qurmayıb axı. Bu qurur, eləmi? Bu Quran. Bu bunu qurmalıdır, eləmi? Hələ qurmayıb axı bu. Əgər Quran həqiqi mənada son sözünü deyən bir kitabdırsa, birinci ruhun mahiyyətini açıqlamalıdır. İkinci də yer üzərində kamillik ayaq tutub yeriməlidir. Yoxdursa, deməli hələ həyatda nə kamil insan var, nə də bu müharibələr durdurulmur. Bu qurur. Məsələn, Quranda bir kəlmə söz var. Biri-birinizin qanını tökməyin, biri-birinizi yurdunuzdan çıxartmayın. Varmı belə insan? Yox. Bir parça torpaqdan ötəri qan tökülür. Deməli, Quran hələ qurmayıb. İncil deyir, kim düşünürsə bu dünyada bir şey bilir, o kəs lazımı qədər heç bir şey bilmir. Hər kəsdə hər şeyi təyin edən ruhdur və biz onun üçün mövcuduq. Gördün? Quran deyir cüzi bilgi. İncil deyir hər kəsdə hər şeyi təyin edən ruhdur və biz onun üçün mövcuduq. Yəni, əzəli həyatda olan nur, Allah, o şimşək rəngli bir varlıq, o şimşəkdə belə onun, necə deyirlər, bayaq deyirsən şimşək, onda belə onun zərrəsi var. Amma məbədi biz insanlarıq. Nur sonradan civə şəkil, civə sözü Nizaminin Sirlər Xəzinəsindən gəlir, o Xəmsədən gəlir. Səxavət çeşməsindən əli civə səbibdir. Bir yerə yığmaq olmaz, bəli, civə səbibdir. Civəni bitişdirirsən bir-birinə, amma insanı bitişdirə bilməzsən axı. Görürsən,
Necə vurğulanır? Bir yerə yığmaq olmaz. Bəli, civə səbəbdir. Yəni, Allahın nuru civə şəklində parçalanıb, insanların ruhuna çevrilir. Allah ruh vasitəsilə xüsusi bölgülərlə bölür və insanları kimini hikmət sahibidir, kimini iman sahibidir, kimini cani, oğru, müəllim, bunu ruh vasitəsilə xüsusi bölgülərlə bölür və istədiyi bəndəni, istədiyi xəsiyyətə, istədiyi işə yönəldir. Onun işinə kim qarışa bilir? Quran deyir. Onun işinə kim qarışa bilir? Heç kim. Allah hər kəsin üzərindədir, bunu İncil deyir. Hər kəs vasitəsilə yaradandır və hər kəsdir. Necə biz bir bədən olub, çoxlu üzvlərə malikik. Hər üzvümüzün də öz vəzifəsi var, eləcə də biz ruhən Allahda bir bədənik, ayrı-ayrılıqda küllü bəşər olaraq biz biri-birlərinin üzvləriyik. Hər birimizin də öz yolumuz, öz şəraitimiz, öz dilimiz, bir dinimiz vardır, o da İslamdır. Əssalam.